Salam, vaxtınız xeyir olsun. Xoş gördük sizi. Mən Kurikulum Hazırlıq Mərkəzinin rəhbəri və təlimçisi Aytəkin Rəsulova. Bu gün sizə bir sualımızın izahını vermək istəyirəm. Qeyd edim ki, bu mənim ümumi sınaqlarımın içərisində saldığım suallardandır və gördüyünüz kimi hər biri yetərincə böyük əsl qəbul tipli suallardır. Testin təəssüf ki, hamısının izahını vermək üçün indi vaxt ayıra bilmirəm, amma maraqlı bir sualımız var ki, mən sizə həmin sualın izahını vermək istəyirəm, hansı ki, bizim əsl qəbul tipli siyasi uyğun suallarımızdandır. Deyir ki, variantlara tanış olun. Düzgün şəkildə icra edilmiş fasitator bacarığını müəyyənləşdirin. Fasitator müəllim bizdə kim idi? Şagirdin marağını, arzusunu, istəyini nəzərə alan, daima yanında olan, yol göstərən, onu dünya görüşündən təmin edən, hətta şagirdin psixologiyasından da belə maraqlanan müəllim idi. Yəni baxaq sualımıza. A bəndində deyir ki, sual-cavab zamanı şagirdlərə gözləmə müddətinin verilməsi müqayisəli rəqabət formalaşdırır. Şagirdlər arasında bərabər imkanlar yaradırdı. Bu da hər bir şagirdə imkan yaradır ki, şagird özünün sinifin bir parçası kimi hiss eləsin. Bu cümlə mənim ilk dərs zamanı mən müəllimlərə həmişə 5 qızıl qayda yazdırıram, daha doğrusu 2-ci dərs zamanı. O 5 qızıl qaydamın birincisi budur ki, müəllim şagirdlərə gözləmə vaxtı verməlidir. Bu bizim kurikulumun axır 3 mövzusundan biridir, amma bunu həmişə ən əvvəl demək lazımdır, çünki qızıl qaydalarımızın mütləqindəndir. Şagirdə biz ona görə gözləmə vaxtı veririk ki, bu gözləmə vaxtı verdiyimiz zaman bütün sinifə eyni sualı vermişəm. Bu zaman həm zəif şagirdlər, həm də aktiv şagirdlər arada oturub düşünür. Yəni müəllim uşaqlara deyir ki, mən sual verirəm, hamı suala 20 saniyədən sonra əlini qaldırsın. Arada belə olduğu təqdirdə zəif oxuyan şagird də oturub, düşünüb, toparlanır və suala biləndən sonra əlini qaldırır. Amma düşün ki, müəllim vaxt qoymayıb, ortaya birinə sual verdim. Bu sual zamanı əlaçı tez əlini qaldıracaq. 2 saniyə bunu tapacaq. Orada oxuyan bunu 10 saniyəyə tapacaq. Artıq zəif oxuyanda bir ümidsizlik yaranır ki, əşi onsuz da mən deyənə qədər hamı cavabı deyəcək. Əşi onsuz da məndən qabaq hamı qaldıracaq. Müəllim görəcək ki, ola bilir mən bilmirəm. Uşaq həyəcanlanır. Amma müəllim uşağa gözləmə vaxtı verdiyi zaman, bu zaman o şagirdin özündə qismən də olsa az da özünə inam və ifadə formalaşır və özünü toparlayıb uşaq əlini qaldıra bilir. Ona görə A bəndimiz düzgündür. Amma A bəndimizi korlayan nüans var. Rəqabət. Belə bir söz var. Deyir ki, ammadan sonra gələn deyir, hər bir cümlə yanlışdır. Bu da rəqabət varsa bir iki həmin cümlə yanlışdır. Bax, bu söz olmasaydı cümləmiz düzgün idi. Əsl fasilitator müəllimə uyğun idi. Amma rəqabət varsa o cümləni aparturlar. Kurikulumda yaxşısı da, pisi də, sağlam olanı da, sağlam olmayanı da heç bir rəqabət halına yol verilə bilməz. Ona görə A bəndimiz yanlışdır. Müəllim sinifdə rəqabət formalaşdırırsa, deməli heç o müəllim yeni imkanlara cavab verən, heç kurikulumu bilməyən müəllimdir. Aydındır? A bəndimiz yanlışdır. Keçirəm C bəndinə. Səmərəli öyrənmə mühitinin qurulması zamanı müəllim şagirdlərin uğurunu sinif qarşısında elan edir. Şagirdlərin bir-biri ilə müqayisə etməsinə şərait yaradır. Yenə kurikulumun qızıl qaydalarından birincisidir. Şagirdləri əsla bir-biri yanında tərifləmək olmaz, şagirdin birini o birindən seçmək olmaz, müqayisə etmək olmaz. Ən yanlış hallardan biridir. Çünki o birilərində rəqabət formalaşacaq. O birilər elə biləcək ki, müəllim onu çox istəyir. Artıq uşaqlarda biraz, bəzilərində isə ruh düşkünlüyü formalaşa bilər. Ona görə C bəndimiz də yanlışdır, A bəndi kimi. D bəndində şagirdlər dərs zamanı özləri ilə bağlı refleksiya edərkən özlərinin güclü və zəif tərəflərini qiymətləndirərkən müəllim onlara psixoloji təsir edir. Şagird özünü qiymətləndirərkən müəllim uşağa psixoloji dəstək ola bilər. Amma deyir ki, sabit düşüncəyə kökləyir. Sabit düşüncə budur ki, uşağın özünlə bağlı fikri dəyişmir. Yanlışdır axı. Müəllim şagirdlə bir düşüncə formalaşmalıdır ki, uşaq daima özünə inansın, daima yeniliyə can atsın, daima düşünsün ki, mən bunu bacarıram, öhdəsindən gələrəm. Amma mən bu günlərim özüm refleks edirəm, deyirəm ki, "Vsyo, mən falan şey bacarmıram." Artıq o dəyişmirsə, nə qədər düzgün olan bir düşüncə olacaq. Daima bu düşüncə dəyişməlidir. Müəllim şagirdi özünə inandırmalıdır. D bəndimiz ona görə yanlışdır. Y bəndində sinifdə şagirdlərin bir-birinə rəy verməsi təmin olunur. Şagirdlər komanda fəaliyyətinə deyil, yalnız fərdi fəaliyyətə imkan yaradırlar. Kurikulumda bu da mənim qızıl qaydalarından biridir. 5-incisi bu idi. Cümləmizdə həmişə, ancaq, daima, yalnız bu cür olur söz görsən, bil ki, o cümlə 98% yanlışdır. Çünki kurikulum mütləq deyil. Heç vaxt kurikulumda, nəinki kurikulumda açar sözdən getmək olmaz. Açar sözün yanına bir dənə ən sözü qoysam, aləm dəli bir-birinə. Ona görə kurikulumda həmişə, ancaq, daima sözü gördünsə, bil ki, o cümlə yanlışdır. Uşaqların bir-birinə rəy verməsi ancaq fərdi işdə olmur. Cütlərlə işdə də olur, qrupla işdə də olur, kollektivlə işdə də olur. Hətta biz deyirdik ki, cütlərlə iş zamanı müəllim qorxurdu ki, uşaqlar bir-birinə rəy verdiyi zaman arada konflikt varsa və yaxud arada yaxşı yoxsulluq varsa, bir-birinə səhv qiymət verəcəklər. Hətta deyirdik ki, yoldaş qiymətləndirməsində 3 dənə nüans fayda rəy verdiyi zaman deyirdik ki,
Yoldaşının işindəmi, fəaliyyətindəmi, davranışındamı, bəyəndiyin bir şeyi qeyd elə, təklif elə, ondan bilmədiyin bir şey soruş. Və bu idi bizim yoldaş qiymətləndirməmiz. Yanlışdır Y bəndi. Niyə? Fərqli şey deyil ancaq. Hamısından istifadə olunurdu. B bəndinə baxın. Müəllim effektiv şəkildə müəllim effektiv şəkildə təşkil edilmiş müzakirələrdə şagirdlər üçün maraqlı olan mövzuları müəyyənləşdirir. Yəni müəllim uşağı nəzərə alır ki, bu uşağın marağı nədir? Qoy mən o mövzuları seçim. Bunu eləyir. Onların proses zamanı müəyyən müzakirə qaydalarına əməl etməsini təmin edir. Müəllim uşağın marağına uyğun mövzunu da seçir. Hətta uşaqlar özü bunu müzakirə edirlər qrupdan bir yerdə. Hətta müəllim burada özü qayda qanun qurur ki, şagirdlər arasında hər hansı bir problem də baş verməsin. Yəni həm şagirdlərin psixologiyasını, həm onların istəyini, həm də sinifdə bir sağlam mühiti müəllim nəzərə alırdı. Hər üçü var burada. Bu da bizim nəyimizə aiddir? Fasilitator müəllimimizə aiddir. Cavabımız olacaqdır B bəndi. Əslində mən istərdim ki, sizə bir dənə A bəndində oxuyum. Sadəcə A bəndinin sualının cavabını siz özünüz zəylərə yazarsınız. Çox gözəl sualdır A bəndi. Bu da olan cavabınıza siz fikir verməyin. Deyir ki, şagirdlər məktəbi dəyişir. Və yeni məktəbdə sinif yoldaşları onunla ünsiyyət qurmurlar. Nəticədə şagird sinif fəaliyyətlərində iştirak etməkdən çəkinir. Uşaqdır, yeni gəlib məktəbə, amma digər şagirdlər bundan ünsiyyət qurmur. Bu şagird də artıq sinifdə fəaliyyətlərdə, qrup işindəmi, cütlərlə işləmi, layihə işindəmi, ünsiyyət eləmir, iştirak eləmir şagird. Bu halda müəllim şagirdi yeni mühitə alışdırmaq, vaxt alacağını düşündüyü üçün müəllim uşağı anlamağa tədbir görmür. Müəllim də düşünür ki, uşaq yeni gəlib, vaxt alacaq bunun buna yoğunlaşması, tədbir görmür. Deyir ki, fasilitator müəllim üçün hansı addım düzgündür? A bəndə deyir ki, müəllim şagirdlərdə empati inkişaf etdirməlidir, müəllim uşaqların özünü dəyərli hiss etdirməlidir, uşağın dəstəkləyici mühit qurmalıdır sinifdə, belə bir ortam qurulmalıdır. B bəndə deyir ki, uşağın tələbatına uyğun ehtiyac olmalıdır, uşaq sinifdə normal bir infrastrukturla təmin olunmalıdır, bütün şagirdlərin həmin infrastrukturdan eyni qədər istifadə haqqı var. Bunu deyirdi. C bəndində deyir ki, müəllim şagirdin özünün öyrənmə məqsədini, tapşırıqlarını, qiymətləndirmə meyarını şagirdə aydın formada çatdırmalıdır. Müəllim şagirddən ondan nəyə gözlənildiyini bilməlidir. Uşağa deməlidir ki, bax səndən bu gözlənilir, sən bunu anlamalısan. D bəndində deyir ki, müəllim dərs zamanı akademik nailiyyətlərin inkişafına daha çox diqqət ayırmalıdır. Şagirdlərlə düzgün əlaqə qurmalıdır. Bu suala baxan zaman görürük ki, burada şagirdi, bax bu nüansda şagirdin yuxarıda. Akademik nailiyyətindən, məktəbin infrastrukturuna söz açılmır. Sadəcə burada deyir ki, müəllim həm uşağa məhəl qoymur ki, bu uşaqda bir problem var, həm də digər şagirdlər bu uşaqla ünsiyyət qurmurlar. Bu şagirddə də biraz özünə qapanma baş vermişdi. Demək müəllim burada nə etməlidir? O biri şagirdlərdə empatiya formalaşdırmalıdır ki, siz də onun yerinə ola bilərsiniz. Özünüzü onun yerinə qoyun. Necə özünüzü hiss edərsiniz? Ona görə onlara empatiya formalaşdırmalıdır. Həm də ki, müəllim sinifdə bütün şagirdlərə elə bir mühit yaratmalıdır ki, həmin mühitdə şagird özünü dəyərli hiss eləsin. Həmin mühitdə şagirdə bir dəstəkləyici mühit olsun. Həmin mühitdə şagird öz fikrini aydın formada ifadə edə bilsin, sağlam mühit olsun. Kurikulumda sağlam mühit budur ki, şagirdin qorxmadan öz fikrini ifadə eləməsi, öz sözünü deməsi, müəllimin daima onun yanında olduğunu düşünməsidir. Bax, belə bir mühit qurmaq lazımdır. Ona görə ən düzgün cavabımız olacaqdır A bəndi. Bu da bizim 2 sualımızın izahı. Növbəti suallarımızda sizdən görüşənə qədər.